Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı siyasətə elə erməni əhalisi də etiraz edib. Artıq uzun illərdir ki, münaqişənin davam etməsindən təngə gələn əhali rəsmi İrəvandan qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı tələb edib və sülh istədiklərini bəyan ediblər. Təmas xəttində baş verən hadisələrlə əlaqədar İrəvanda izdihamlı etiraz aksiyaları keçirilib. Ermənistan və Avropa İttifaqının bayraqları ilə Azadlıq meydanına yürüş edən etirazçılar Qarabağdakı əməliyyatların Ermənistanın xeyrinə olmadığını bildiriblər. Bu müharibə üçüncü qüvvələrin maraqlarına xidmət edir və biz cəmiyyətin də bu müzakirələrə qoşulmasını istəyirik. Biz sülh istəyirik, bezmişik müharibədən. Yürüş iştirakçıları məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini deyir. Etirazçılar Ermənistan hakimiyyətindən tələb ediblər ki, Qarabağdan qoşunları çıxarsın. Ermənistan hakimiyyəti etirazlarla bağlı məlumatların yayılmasının qarşısını almağa çalışsa da, media bu görüntüləri gizli də olsa əldə edib. Ekspertlər isə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü ərəfəsində əhalinin mitinqlər vasitəsilə hakimiyyətə təzyiq etməkdə maraqlı olduğunu və bunun yaxın gələcəkdə daha da genişlənəcəyini proqnozlaşdırırlar. Çünki Ermənistan iqtisadi tənəzzül dövrünü yaşayır. Bir tərəfdən sosial gərginlik, digər tərəfdən iqtisadi çətinliklər öz işini görür. Bu ayın birindən Ermənistanda elektrik enerjisinə görə tariflərin qalxması və digər problemlər səbəbindən ölkə daxili sosial narazılıqlar kifayət qədər artıb. Əgər ötən il 40 min Ermənistan vətəndaşı bu ölkəni tərk edirdisə, bu il bu rəqəm 110 min nəfərdən çoxdur.